Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme ati nüfusana takvaha ve zekkiha ente hayru men zekkaha. Ente valiyyuha ve mevlaha. Ramazanın 25-ci gecəsindəyik və sadəcə 3 və ya 4, daha doğrusu 4 gecələr qalıb bundan sonra və bura qədər bizləri oruç tutmağa müvəffəq edən Allaha həmd olsun. Bu həqiqətən böyük bir müvəffəqiyyətdir. İnsanın Ramazan ayında, möhtəşəm mübarək ayda əmin amanlıq içində oruç tutması və cəmaatla bərabər olması, cəmaat namazlarına qatılması həqiqətən bu böyük bir sevincdir və bunun hamısını inşallah axirət günü görəcəksiniz. Sonra qardaşlar, bir məsələyə tənbih etmək istəyirəm. O da ki, səhur məsələsində edilən xətadır. Yəni, eşidirik ki, bəziləri səhurdan imtina edirlər, səhur etmirlər və yaxud gecədən yedikləri yeməklə kifayətlənirlər və yaxud gecə yarısı yeyirlər yenə, deyirlər ki, əlhamdülillah biz səhur etdik. Halbuki o səhur deyil. Sənin sübh namazından 1 saat öncə, 2 saat öncə etdiyin ona səhur deyildir. Əgər səhur deyilsə, səhurda əldə edilən bərəkətə nail olmursan. İndi biləcəksən səhurda olan bərəkətlər nədir. Deməli, səhur səhər vaxtı edilən yeməyə deyilir. O da sadiq fəzrdən yalancı fəzrin ortasıdır. Yəni ki, təxminən sübh namazından 40 dəqiqə öncədən, yarım saat öncə fəzrin vaxtı daxil olmadan, yəni bu səhur vaxtıdır. Necə ki, səhabə deyir ki, Zeyd ibn Səbit təsəhharna mə'ə Nəbi sallallahu aleyhi və səlləm və sonra başqa sahabə soruşur ki, deyir, təsəhharna mə'ə Nəbi sallallahu aleyhi və səlləm ثم صلى الفجر قلت كم كان بين السحور والفجر قال بمقدار 50 آية. Deyir, Allah Resulü sallallahu aleyhi ve sellemle beraber səhur ettik. Enes radiyallahu anh soruşur Zeyd ibn Sabit'ten, deyir, səhur ettik Peyğəmbərlə, sonra namaza durdu. Dedi ki, namazla səhur arası miqdarı nə qədər idi? Nə qədər vaxt idi? Dedi, 50 ayə miqdarında. 50 ayə. Yəni, səhur edəndən sonra təxminən 50 ayə oxuduğum miqdarda ondan sonra namaza durur. 50 ayə də, məsələ, Tur surəsi 49 ayədir. 2 səhifə, biraz 2 səhifədən çox. Yəni, bəlkə də neçə dəqiqə oxumuş olarsan, 5 dəqiqəyə, məsələ. 5-6 dəqiqəyə. Belə ki, səhur vaxtı nə qədər sübh namazına yaxın olsa, o qədər yaxşıdır. Nə qədər fəzrin daxil olmasına yaxın olsa, o qədər yaxşıdır. Amma öncədən 20 dəqiqə öncə, yarım saat öncə, 35 dəqiqə öncə etdiyin, bu da səhur sayılır. Amma 50 dəqiqə, 1 saat öncə etdiyin səhur sayılır. O yeməklərdən bir yeməkdir. Və səhur yeməyi bərəkətli olur. Çünki Allah Resulü buyurub hədisdə deyir ki, təsəhharu fə innə fis-suhuri bərəkə. Deyir ki, səhur edin. Həqiqətən səhurda bərəkət var. Həqiqətən səhurda nə var? Bərəkət. Ümumən, bərəkət eşitdiyiniz zaman hədislərdə, naslarda o şeydən möhkəm tutun. Niyə? O bərəkətə nail olmaq üçün. Harada ki, eşitdiniz bərəkət var filan əməldə, o əmələ çox həris olun, çox. Çünki sən ömrün, həyatın o bərəkətə möhtacsan.
Ola bilər səndə çox şey olsun, amma bərəkəti olmasın o şeydən faydalana bilməyəsən. Amma ola bilər səndə o şeylərdən az olsun, amma bərəkətli olsun, o şeydən faydalanasan. Ona görə diqqətli olun. O şeydə ki, bərəkət gəlib, ora həbs olun. Və bu da Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, səhur edin. Əmrdir. Lakin bu əmr vazifətə dəlalət etmir. Müstəhəbdə dəlalət edir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, səhur edin. Niyə? Sonra deyir ki, səhurda bərəkət var. Və səhur yeməyində bərəkət bir neçə yönləndir. Bir neçə yöndən bu bərəkət hasil olur. Birincisi, səhur yeməyi ilə sən güc əldə edirsən. Bədəninə qüvvə, güc gəlir. Elə deyil mi? Bədəninə güc gəlir. Və bu güc nəyə lazımdır sənə? Sən gündüz vaxtı oruç tutacaqsan. Oruçlu olduğun zaman ola bilər Quran oxuyasan, ola bilər zikr edərsən, dua edərsən, məscidə gələsən, namaz qılasan, ibadətlərlə məşğul olduğun zaman bu gücə, qüvvətə möhtacsan. Deməli, birinci bu bərəkət, bu yöndən sənə güc verir. Həmçinin səhurun bərəkəti ondan ibarətdir ki, sən bununla kitab əhlinə müxalif olursan. Kitab əhlinə müxalif olursan. Onlar səhur etməzlər. Və kitab əhlinə müxalif olmaq da şəriətimizlə nədir? Tələb olunan əməllərdəndir. Tələb olunur bizdən bir müsəlman kimi, biz Yahudi və Nəsranilərə nədir? Müxalif olaq. Niyə? Çünki onlar batil üzrədir. Sən də daima batil əhlinə müvafiq olmamalısan. Əksinə də olmalısan, batil əhlinə müxalif olmalısan. Amma çox təəssüf ki, bəzi müsəlman cavanlarımız batil əhlinin özünə nümunə götürüb təqlid edirlər onlar. Yeməkdə, geyimdə, hərəkətdə. Hərəkətdə belə təqlid edirlər müsəlmanlar. Bu, zəif, yəni qüsurlu bir düşüncə və yaxud ümumən dindən, İslamdan xəbərsizlikdir bu. Tələb olunur səndən ey müsəlman, sən batil əhlinə müxalif olasan. Yeməkdə, içməkdə, geyimdə, adətdə, davranışda, hərəkətdə, əxlaqda, ibadətdə, hər bir şeydə batil əhlinə, Yahudi və Nəsranilərə müxalif olasan. O cümlədən bu məsələ, səhur məsələsi, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "El-faslu beynə sahuri əhlil kitab və beynə suhurinə əklətis səhər." Kitab əhli ilə bizim səhurumuzun arasındakı fərq səhur yeməyidir. Kitab əhli ilə bizim səhurumuz, bizim orucumuzun arasındakı bizi ayıran məsələ səhur yeməyidir. Deməli, səhur yeməyi ilə sən onları müxalif olursan. Həmçinin səhur yeməyi zaman əldə edilən bərəkətdən sünnəyə müvafiqlik. Allah Resulü sallallahu aleyhi ve sellem sünnəsinə müvafiq olursan və sünnəyə əməl etməkdə olduqca, yəni müminin simasıdır. Müminin siması bidət əhlindən fərqi sünniyə tabi olmasıdır, sünniyə həris olmasıdır. Eşitdin ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir əməli edib, onu et. Eşitdin ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir əmələ təşviq edib, deyib, et. Sünnəyə müvafiqlikdir. Sünnə istəyi, sünnəyə tabi olmağa çalışmağın özü əməlin özündən üstündür. Təsəvvür edirsiniz? Yəni, bir insanın sünnə istəyi, hər əməllərində sünnəyə müvafiq olmağa çalışması, ibadətində, davranışında, Allah Resulü necə edibsə ona uyğun olmağa çalışması, bu olduqca böyük bir əməldir. Deməli, səhurun bərəkətindən sünnəyə müvafiq olması. Həmçinin səhurun bərəkətində həmin səhər vaxtında insanın durması. Səhər vaxtı da həmən sübh namazından öncə olan vaxtdır, gecənin sonu. Gecənin sonu da olduqca şərəfli bir vaxtdır. Gecənin sonu. Allah Subhanahu nazil olduğu bir vaxtdır. Allahın tərif etdiyi qulların, mələklərin dua etdiyi bir vaxtdır.
Hədisdə gəlib ki, İnnallaha və mələikətəhu yusalluna aləl mütəsəhhirin. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah və mələkləri səhur edənlərə salavat edirlər. Təsəvvür et. Allah və mələkləri. Allahın salavat etməsi, yəni qula rəhm etməsidir. Mələklərin salavat etməsi, yəni qula istiğfar etməsi, dua etməsidir. Allah və mələkləri səhur edənlərə salavat edirlər. Təsəvvür edin. Yəni səhurdan imtina etmək olarmı? Və sonra səhurun bərəkətindən səhura qalxmağın səni nədir? Məcbur edir ki, sən sübh namazını əvvəla vaxtında qılasan. Elə deyil mi? Əvvəla sübh namazını vaxtında qılırsan, ikincisi cəmaatla qılırsan. Cəmaatla qılırsan. Bu olduqca böyük bir fəzilətdir. Məsələn, baxırıq, görürük biz il boyu görmədiyimiz qardaşlarımızı sübh namazında görürük Ramazanda. Elhamdülillah. Böyük bir xeyirdir bu. Səbəb nədir? Səhur yeməyi. Səhura qalxır adam. Artıq nə adam ki, qalxıb durub, yallah gedir məscidə. Elhamdülillah. Həqiqətdə sübh namazını cəmaatla əda etmək, məsciddə xüsusən, yəni Ramazan ayında olduqca böyük bir əməldir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, لو تعلم الناس ما في النداء الصف الأول ثم لم يجدوا إلا أن يستهموا عليه لاستهموا ولو تعلمون ما في التهجير لاستبقوا إليه ولو تعلمون ما في العتمة والصبح وأتوهما وَلَوْ حَقْلَا. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər insanlar bilseydilər azan verməkdə və birinci səhvdə nə xeyir olduğunu və buna nail olmaq üçün yalnız püşk atmaq yolu qalsa bunu edərlər. Sonra əgər insanlar bilsə ki, məscidə tez getməkdə nə xeyir var, yarışmaqla da olsa, bununla yarışarlar. Sonra görmədi. Əgər insanlar bilsə ki, işə namazında, sübh namazında hansı xeyr var, sürünərək də olsa, ora gələrlər. Dizi üstə sürünərək də olsa, gələrlər. Həqiqətdə sən bu işin həqiqətini sənə bildirirsə, göstərirsə, vallahi Allah Resulü sadiq olmasıq doğru deyil. Dizi üstə sürünə gələrsən. Həqiqətən bilsən bu namazlarda olan xeyri. Amma bugün çox təəssüf ki, nəinki dizi üstə, nəinki yeriyərək başı yuxarıda maşınla gələn yoxdur. Maşınla. Allah Subhanahu taala gözəl minik verib, geniş, rahat minik, amma minib gələn yoxdur. Allah Resulü sallallahu deyir ki, bilsələr, sürünələr, diz üstə gələrlər. Nəinki diz üstə? Maşınla gələn yoxdur. La ilahe illallah. Yəni, insan həqiqətən, insan öz nəfsini qarşı çox zülm edəndir. Baxmayaraq ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Rak'atay fecri xeyrun minəd dünya və mə fiyhə. Sübh namazının 2 rəkəti, sübh namazının 2 rəkəti, yəni fərzdən öncəki vacib namazını yox ha. Fərz namazından öncəki 2 rəkəti dünya və içindəkilərdən xeyirlidir. Dünya və içindəkilərdən. Hər biriniz məsələn işçiz adamıyıq, çıxırıq səhər tezdən gedirik bazara, ora məsələ alver üçün, deyirik ki, qazanc ruzi əldə edək və buna görə sevinirik. Biraz orada, burada qazancımız çox olanda bazarda zatda nədir? Maşallah, evə qazancdan gəldik, sevinirik. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sübh namazının 2 rəkəti dünya və içindəkilərdən xeyirlidir. Sən buna daha çox sevinməlisən. Əgər sən sübh namazını vaxtında qılırsan, sana vallahi sevinməlisən.
Həmçinin deyir ki, ləhumə xeyrun li, ləhumə əhabbu eləyyə minə dünya cəmiyyən. Bu sübh namazının 2 rəkəti, öncəlikli olan 2 rəkəti mənim üçün bütün dünyadan daha sevimlidir. Daha sevimlidir. Sənin üçün də sevimli olmalıdır. Ona görə həris ol bu yəni sübh namazının sünnəsi. Əgər sünnəsi belədirsə fərzi təsəvvür et. 2 rəkət fərz namazı sünnə namazlarından üstün deyilmi? Əgər sünnə namazı, ratibə sünnəsi dünya və içindəkilərdən xeyirlidirsə, təsəvvür et fərz namazının 2 rəkəti necə? Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Mən sallə subhə fil cəmaəti fəhuvə fi zimmətillah." Kim sübh namazını cəmaatla qılarsa, o Allahın zimməti altındadır. Yəni Allahın öhdəsindədir. Allahın qoruması altındadır. Yəni sübh namazının nə qədər fəziləti var, danışsan bitməz. Odur ki, özünü məhrum etmə. Bu ümumən bu Ramazan ayı. Ramazan ayının möhtəşəmliyindəndir ki, yəni bir ay boyunca bizlərə ibadəti öyrədir. Hətta bir il boyunca necə əməl edək deyə. Yəni sanki Allah bu Ramazan ayında bir il əməllərin bir il boyunca sən necə əməl etməlisən, bir ay boyunca Allah təala sənə öyrədir. Çünki sən oruç tutursan, qalxırsan, səhur edirsən, məscidə gəlirsən və bu ona görə belədir ki, hətta bundan sonra da belə ol, davamlı ol. Bəli, şərt deyil ki, Ramazanda olduğu kimi, amma heç olmasa buna yaxın olsun əməllərin. Ramazandan sonra da tərk etmə. Və beləcə sən yəni ömrünü ibadətlərlə keçirmək üçün özünü xeyirli mövsümlərdə ibadətlərə alışdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də buyurur hədisdə: "Xeyrun nasi men tala umruhu və hasuna amaluhu və şerrun nasi men tala umruhu və sa'a amaluhu." İnsanların ən xeyirlisi ömrü uzun olub, əməli salih olandır. Ömrü uzun olub, əməli gözəl olan. Əməlin gözəl olmaq üçün ibadət üzrə olmasın. Həmişə, daima. Nəinki Ramazanda. Ramazandan sonra bütün diğer aylarda ibadət üzrə. Və insanların ən şərlisi isə, ən pisi isə ömrü uzun olub, əməli pis olandır. Baxırsan ki, adam satıb, yəni 60'ı keçib, 70, 80, 85, 90, yenə də ki, salih əməllərdə zəifdir. Üstəlik günahları var. Günahları tərk etmir. Halbuki insan geç-gedə, yəni ahirətdə doğru yaxınlaşdıqsa, Rəbbinə doğru yaxınlaşdıqsa, salih əməllər nədir? Çoxalmalıdır. Salih əməlləri çoxalmalıdır və artmalıdır. Və Allah subhanahu teala bizləri salih qullardan etsin. Allah azza və cəllə günahlarımızı bağışlasın və etdiyimiz ibadətləri qəbul etsin. Sallallahu aleyhi ve sellem Muhammedin ve ala alihi ve